Rusiya 41 min dollara könüllü əskər axtarır. Belə ki, Moskva könüllü əskər tapmaq üçün birdəfəlik ödənişi 3 milyon rubla, yəni təxminən 41 min dollara qədər artırıb. Today Press TV xəbər verir ki, bu barədə Rusiya səfərbərlik tendensiyaları və işə qəbul çatışmazlığı ilə bağlı hərbi kəşfiyyat qiymətləndirməsinin məlumatında deyilir. 2026-cı ilin 1-ci rübündə Rusiya cəmi 71.216 müqaviləli əskər qeydiyyatdan keçirib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 19 min nəfər azdır. Bu rəqəm planlaşdırılan hərbi genişlənmə hədəflərindən xeyli uzaqdır. Yeni yaradılması planlaşdırılan diviziya və briqadaların tamamilə ləğv edilməsi ehtimalı isə yüksəkdir. Ukrayna Silahlı Qüvvələrinin dron hücumları Rusiyanın neft emalı mərkəzlərini məhv edib. Xüsusilə Krımın vacib təchizat marşrutlarında logistika trafiki 71% azalıb. Bu, Rusiya ordusu üçün mürəkkəb böhranlara səbəb olur. Hazırda Rusiya itkilərini güclə birin birə nisbətində kompensasiya edə bilir. Təkcə Ukrayna pilotsuz təyyarə qüvvələri hər ay təxminən 6 min-8 min Rus əskərini məhv edir.